Zahidə Məmməd Salahovanın bacısı Təranə xanım, gözəl müğənnimizin. Bu gün 40-dır Təranə xanım. Deyin, bacıdan danışın, 40 gündə. Nə deyə bilərəm bacımdan? Bacım mənim üçün anama ər olub, anam üçün qardaş olub, anam üçün bacı olub, anama arxa kömək olub, hamımıza, anamın balalarına kömək olub, bizi hamımızı o böyüdü. Nə deyə bilərəm, mən 9 ildir bacımın əziyyətini çəkirəm, halal xoşu olsun. Yəni, onun ölümü mənim üçün çox dəhşətli bir şeydir. Yəni, mən heç özümə gələ bilmirəm. Valla nə deyim, hamı gələn ayaqları var olsun. Allah istədə Sarıxan canlı sağlığı versin. Çünki ömür boyu Zahidə xanımla bir yerdə olmuşsunuz siz. Həmişə də xətrinizü çox istəyib. Yəni, bugünkü gündə də yenə də siz burada iştirak edirsiniz. Allah sizə can sağlığı versin. Təranə xanım, Siz halallıq verin bacıma. onlar bir ifadə işlədim, bir söz deyim. Siz demirsiniz, mən deyirəm. Zahidə xanım, mən keçən də bir ifadə işlədim ki, ciblərinin pulu olur. Çörəklərin üstünün yağı olur. Amma sənət adamlarından danışıram. Niyə yoxdular? Gəlmədilər. Az adam gəldi. Axı Zahidə xanım heç kimin bir yaşından qalmazdı, toyundan qalmazdı geri. Bilirsiniz bir söz var, deyir, üzü qaşınan xanlar. Əgər Zahidə xanım sağ olsaydı, yəni Zahidənin başına əzlərindən bir şey gəlsəydi, ham iştirak eləyərdi. Amma mənim bacım çoxlarına çörək verib, çoxlarına, yəni elə olub ki, nə bilim, toylarını da eləyib, elə doğmalar var ki, bu musiqi aləmində özləri heç bacılarının xeyir işində iştirak eləmirlər, amma mənim bacım onların hamısının xeyir işində iştirak edib, bizim Yesir anası olub, amma çoxlarını çox gözlədim, gəlmədilər. Gəlmədilər, yəni gəlmədilər. Allah canından sağ eləsin. Amma ölüm hamı üçün var. Zahidə xanım, bilirsiniz, çox televiziyada çox iştirak edirdi. Bacıma da qiymət vermədilər. Ona görə bacım bütün sənəti atdı, yəni televiziya aləmindən çıxdı, sadəcə toylara gedirdi. Çünki yoxdur da, hörmət deyilən bir şey yoxdur. Maşallah, səs onda idi, maşallah da deyirəm. Gözəl müğənnilərimizdən, hörmətli, sevdiyimiz. Heç vaxt mən onu görməmişəm ki, bir açıq-çılpaq giyinsin, gəlsin. Yəni, hər şeyi yeri-yerində deyirəm. Hər kəs açıq-çılpaq gəzir, onun öz işidir. Yəni, mən deyəmərəm, onda, abur onda. Yəni, onun əziyyətinə qarşı, onun zəhmət çəkməyinə qarşı siz televiziyada istəyir, nə bilim, bu musiqi aləmində, dostanışın içində, amma mən görmədim. Allah rəhmət eləsin Təranə xanım. Rəhmət olsun. Allah rəhmət eləsin. Allah canınızı sağ eləsin.